Geçen dəfə demişdim, maraqlı misallar paylaşmışdım. Yazmışdım ki, növbəti dəfə, yəni bu günü nəzərdə tutmuşdum. Kök altında tangens x dx-in integralına baxacaq. Həqiqətən də çox bir maraqlı integraldır. Olduqca çox maraqlıdır. Biraz da həlli müxtəlif üsullardan gedir. Burada çox əvəzləmə aparacaq. Kök altında tangens x-ə bərabərdir bir t əvəzləməsi deyirəm. Bərabərdir bir t deyirəm. Hər tərəfin kvadrata yüksəldirəm. Onda alıram tangens x bərabərdir t-nin kvadratına. Buradan tərsini tapıram. X bərabər olur. Arc tangens t-nin kvadratına. Hər tərəfini diferensiyallayıram. dx bərabərdir. Çünki bunlar mənə lazım olacağına görə 2t bölünsün 1 plus t üstü 4. Arc tangensin törəməsi orta məktəbdə də var. Yəqin ki, bundan törəmə alanlar biləcəklər. Amma düzdür, bu sual orta məktəbə aid deyil. Bu olduqca həlli, çox mürəkkəb bir integraldır. Buna bir t demişəm. dx-in yerində isə yazmışam. dx-imizlə bərabərdir 2t üstə gəlsin 1 plus t üstü 4. Yəni 2t bölünsün 1 plus t üstü 4. Bu da bərabərdir. İntegral. Buradan alınır 2t'nin kvadratı bölünsün 1 plus t üstü 4 dt. Bu integralın kəsrin əsas xassasına görə sürət və məxrəci eyni bir ifadəyə bölə bilərəm. Buna görə də bu integralın hər tərəfin t'nin kvadratına bölsəm, sürət və məxrəci burada alacam 2, burada alacam t'nin kvadratı üstə gəlsin, 1 bölünsün t kvadratı alacam dt. Bu da bərabərdir. Bax, bunu belə bir şəkildə yazıram. 1 çıxılsın, 1 bölünsün t'nin kvadratı üstə gəlsin t kvadratı plus 1 bölünsün t kvadrat dt. Üzərinə gəlsin integral. Baxın, bunları yəni məxrəcləri bərabərlə kəsr şəkildə göstərirəm. 1 üstə gəlsin, təzədən 1 bölünsün t'nin kvadratı dt. Bunları yəni eyni bir integralın altında yazsaq, 1 minus 1 çıxılsın t'nin kvadratında 1 üstə gəlsin 1 plus t'nin kvadratında 1. Bunlar bir-birini aparacaq. Qalacaq 2 bölünsün t kvadratı üstə gəlsin 1 bölünsün t kvadratı. Buradan da yaza bilərik dt. Eyni qayda ilə biz bunu bu şəkildə yazırıq. Görürük ki, trigonometrik integral yəni gəldi rasional integraldan əvəz olundu. 1 çıxılsın 1 bölünsün t kvadratı. Biz bunu Davidovich-Bellmanla çəkmişdik. Belə diferensiyalın altına sala bilərik. Demək. Onu da biz burada yazacağıq. Burada yazıram t üstə gəlsin 1 bölünsün t. Bax, bunun törəməsini tapsam, olacaq 1 çıxılsın 1 minus t'nin kvadratı. Məxrəci buna görə, məxrəcdəki ifadə tangensin kvadratı üstə gəlsin 1 bölünsün t'nin kvadratı üstə gəlsin 1 bölünsün t kvadratı. Həmin bax, bu ifadənin altındakı ifadəyə görə, müxtəsər qurumların üstünlərine görə ayırıram bunu. Yazıram t üstə gəlsin 1 bölünsün t'nin kvadratı çıxılsın 1 2 yazıram. Heç nə dəyişir. Üzərinə gəlsin integral. İkinci ifadədə isə yazıram. Diferensiyalın altına salsam olacaq t çıxılsın 1 bölünsün t. Bunu da törəmə alsam olacaq 1 üstə gəlsin 1 bölünsün t'nin kvadratı. Məxrəcdəki ifadəni də həmin bax buna görə, məxrəcdəki ifadəni də həmin buna görə qruplara ayıra bilərəm. Məxrəcdəki ifadəni də buna görə qruplara ayıra bilərəm. Ayıram t minus 1 bölünsün t'nin kvadratı üstə gəlsin 2. Baxıram, buradan görürəm ki, t üstə gəlsin 1 bölünsün t. Burada görürəm ki, metodda içində t üstə gəlsin 1 bölünsün t'nin kvadratı çıxır ki, bunun özünə bir y deyirəm. Əvəzləməni burada aparıram. Yazıram t üstə gəlsin 1 bölünsün t'yə bərabərdir bir y deyirəm. Onda gətirib birinci integralda yerdə yazsam, integral olacaq dy bölünsün y-in kvadratı çıxılsın 2. Üzərinə gəlsin integral
İkinci ifadə isə t minus 1 bölünsün t'ye də bərabərdir bir z deyirəm. Burada bax, bir əvəzləmə bu, bir əvəzləmə bu, bir əvəzləmə bu. Burada 3 dənə görsəz əvəzləmə oldu. Olacaq dz bölünsün z'in kvadratı plus 2. Baxın, bax, bu rahat bilirik ki, natural loqaritmaya gəlir. Bu da bilirik ki, rahat arc tangensə gələn bir integraldır. Yəni, buradan belə bu integralları yazmaq o qədər çətin deyil. Birinci integralı mən belə yazıram. Burada yazıram 1 bölünsün, 2 vurulsun kökdə 2. Yazıram y minus kökdə 2. Çıxılsın 1 bölünsün y plus kökdə 2. Bax, biz bu ifadəni, integralın altındakı ifadəni sadələşdirsək, alacaq y-in kvadratı çıxılsın 2, surətdə də alacaq 2 vur kökdə 2. Bunlar bir-birindən ixtisar gedir. Ona görə baxın, çıxartdım mötərizənin xaricinə. Buraya yazıram dy, üstə gəlsin. Bu integralda isə arc tangensə gəlir da bu. Bunu promoyu yazmıram. Yazıram dy. Buradan yazıram. Demək, 1 üstə gəlsin. Z bölünsün. Kökdə 2'nin kvadratı. Elə bir buradan bir dənə 2'də 1 çıxartdım. Bərabərdir. Bərabərdir. Onda belə bir integral olacaq bu. Birinci integralı açıram. Bərabərdir. Birinci integral mənə verir. 1 bölünsün, 2 vurulsun, kökdə 2. Y minus kökdə 2. Üstə gəlsin, çıxmadı yox. Çıxılsın. Y plus kökdə 2. İkinci integralı isə mənə verir. Bax, bu integralı biz yazsaq, bu bizə verəcək. Yazmayaq, formu göstərməyək. Burada yazıram yaxşı 2'də 1. Buradan diferensiyalın altına salıram. Z bölünsün kökdə 2. 1 üstə gəlsin. Z böl kökdə 2'nin kvadratı. Bu da bərabərdir. Bu da bərabər olacaq. 2'də 1 vurulsun. 2 kökdə 2'də 1 vurulsun. Burada yazacaq y minus kökdə 2 bölünsün. Y plus kökdə 2. Y plus kökdə 2. Modulda. Üzərinə gəlsin. Kök altında 2 bölünsün, 2 vurulsun. Bu sadə uca integraldır. Arc tangens z üstə gəlsin 1s. Bərabərdir. Bərabərdir. Axı, biz burada əvəzləmə aparmışıq. Əvəzləmədə apardığımız ifadələri gətirib yerinə qoymalıyıq. Çünki biz y bərabərdir. T üstə gəlsin 1 bölünsün t demişik. Biz buradan y tapsaq, y olacaq. T'nin kvadratı plus 1 bölünsün t. Elə bir bərabərdir bir y-ə. Gətirib y-in yerinə qoysaq, sadalaşdırma aparsaq, sadalaşdırmanı elə burada yerinə qoyaq aparaq. Olacaq t'nin kvadratı plus 1 bölünsün t, çıxılsın kökdə 2. Məxrəcdə olacaq t'nin kvadratı plus 1 bölünsün t, üstə gəlsin kökdə 2. Bu mənə verəcək. Demək, t'nin kvadratı minus t vur kökdə 2, üstə gəl 1. Məxrəcdə qalacaq, t'lər onsuz da ixtisar gedir. Olacaq t'nin kvadratı plus t vur kökdə 2 plus 1. Yəni, promo yazmadım yerinə ki, aydın olsun. Onda biz buradan alacaq 1 bölünsün, 2 vurulsun kökdə 2. Y-in qiymətini gətirib yerinə qoyuram. Alıram, demək, y-in qiymətini, bu ifadəni gətirib yazıram. Olacaq t'nin kvadratı. Çıxılsın. T vurulsun kökdə 2. Plus 1. Məxrəcdə olacaq t'nin kvadratı. Plus t vurulsun kökdə 2, üstə gəlsin 1. Bu şəkildə olacaq.
İndi arc tanjent isə Z-dir də o. Demək, kök altında 2 bölünsün 2 vurulsun. Arc tanjens Z-in qiyməti, biz Z-ə T çıxılsın 1 bölünsün T-yə biz bir Z demişdik. Buradan yazıram. Onda olacaq T'nin kvadratı minus 1 bölünsün T bərabərdir 1 Z demişdik. Əvəzləmədə sadalaşdırıram. Gətirib bölürəm. Z-in qiyməti Z bu idi da. Z bölünsün kökdə 2 idi. Z bölünsün kökdə 2. İndi bunu da Z kökdə 2'ye böləndə belə bir ifadə alacağım. Alacağım tanjensin kvadratı minus 1. Tanjensin kvadratı minus 1 bölünsün kök altında 2 vurulsun 1 T. Üzerine gəlsin 1 bərabərdir. Təzədən tanjens kök altında tanjens x-ə 1 T demişəm değil mi? T'nin kvadratı ilə bir tanjens x olur da. Buradan gətirib verilənləri yerinə yazıram. 1 bölünsün 2 vurulsun kökdə 2 T'nin kvadratını yerine yazıram tanjens x. Tanjens x çıxılsın. T'nin yerine yazıram. Kök altında tanjens x-dir. O da belə olacaq. 2 vurulsun kök altında tanjens x. Üstə gəlsin 1. Eynən burada olacaq. Tanjens x. Üstə gəlsin. Kök altında 2. Tanjens x plus 1. Üzerine gelsin. Kök altında 2 bölünsün 2 vurulsun arc tanjens T'nin yerine yazacağım. T'nin kvadratını yerine yazacağım tanjens x. Çıxılsın 1 bölünsün T beraber kök altında x'tir. Yani 2 tanjens x kök altında. Al belə bir ifade alacağım. Yani bak bu şəkildə düşəcək. Olacaq kök altında 2 bölünsün arc tanjens x çıxılsın 1 bölünsün kök altında 2 tanjens x alacağım. Ben bu silim. Oradan aydın yazım ki cevap görünsün, karışmasın. Bak buradan bu böyle bir şey olacaq. Burada videoda var. Çəkilişdə var da bu. Bak böyle bir integral olacaq. Böyle bir integral olacaq. Tanjens x minus 1 bölünsün kök altında 2 tanjens x. Üzerine gelsin 1 Demək biz tanjens kök altında x dx'in integralını həll elədik. Baxın, bu şəkildə düşdü. Burada əvəzləmələr aparmışdım. Əvəzləmələr aydındır. Yəni, bu şəkildə əvəzləmələr apardıq. Tanjens x integralı gəldi bir rasional funksiyanın integralına çıxdı. Çox maraqlı bir integral idi. Olduqca da həqiqətən də qəliz bir integraldır. Bax, bu integrala bərabərdir. Demək, tanjens kök altında x dx'in integralı bərabərmiş. Baxın. Bax, bu integrala bərabərmiş. Geçən dəfə demişdim ki, bunu yazıb paylaşacağım. Paylaşdım. İndi inşallah növbəti dəfələr daha da maraqlı suallar paylaşacağım. Bunlar təbii ki, müəllimlər üçündür. Abituriyentlər üçün deyil bu belə suallar. Amma maraqlı suallardır. Yəni, baxıb öz fikirlərini də yorum yerində yazarlar.